28 may metrosunun ikinci çıxışının yaxınlığında ümumi sahəsi 100 kvadrat metr təşkil edən 2 otaqdan 3 otağa düzəlmə, təmirli, əşyalı mənzil satın almaq istəyirsinizsə, mütləq bu videonu izləyin. Biz giriş etdik mənzilin daxilinə. Gördüyünüz kimi, bura nəzərdə tutulan bir otaq. Təmirli, səliqəli vəziyyətdədir. Qonaq otağı kimi nəzərdə tutulub. Qarşı tərəfdə pəncərə var. Və buradan da eyvana çıxış mümkündür. Və burada dəhliz hissəsi. Mənzilin giriş qapısı o istiqamətdəndir. Sol tərəfdə qardırob quraşdırılıb. Burada eyni qaydada təmirli, səliqəli vəziyyətdədir. Bu mənzilin isitməsi mərkəzləşdirilmişdir. Və burada ikinci otaq. Buradan da eyni qaydada eyvana çıxış etmək mümkündür. Mənzilin hamam otağı da gördüyünüz kimi buradır. Qarşı tərəfdə də duş kabin var. Təmirli, səliqəli vəziyyətdədir. Burada nəzərdə tutulan mətbəx hissəsi. Mətbəx mebeli ilə təchiz olunub. Müasir dəbrə. Və burada üçüncü otaq. Burada eyni qaydada təmirli, səliqəli vəziyyətdədir. Yataq otağı kimi nəzərdə tutulub. Buranın da eyvana çıxışı var. Gördüyünüz bu mənzili satın almaq istəyən hər bir şəxs prosesindəki mobil nömrə ilə birbaşa əlaqə saxlaya bilərlər.